müasir düşüncədə kamil insan. Bu kamil insan haqqında hər bir məktəb, hər bir mütəxəssis özünə uyğun kamil insanı yazır. Müasir insanlar başa düşür ki, insan kamil olmalıdır, kamalat çatmalıdır. Bəs insanın kamalat çatmasının yolu nədir? Hər kəs, hər mütəxəssis öz ixtisasına uyğun izah eləməyə çalışır. Psixoloq nə deyir? Psixoloq deyir ki, kamil insan mənə görə psixoloji xəstəliyi olmayandır. Yəni bir insanın psixoloji xəstəliyi yoxdursa oldu kamil insan. Aramdırsa oldu kamil insan. Psixoloq gəlib o cür izah eləyəcək. Misal üçün, məsələn deyirəm də, sosioloq gəlib nə deyəcək? Məsələn, sosioloq gəlib deyəcək ki, kamil insan odur ki, cəmiyyətdə misal üçün işləyə bilir, cəmiyyəti tanıyır, misal üçün. Həkim gəlib deyəcək ki, kamil insan kimdir? Kamil insan odur ki, məsələn, xəstənin problemlərini bilir. Və yaxud da xəstələnmir, özünə elə diqqət edir ki, xəstələnmir. Nə özü xəstələnmir, nə də ki, nə özü xəstələnmir, öz sağlamlığına diqqət edir, həm də ki, qarşı tərəfin xəstəliyini müayinə edə bilir. Hər bir tərəfdən deyəcək, öz ixtisasına uyğun deyəcək. Amma kamil insan biz deyirik ki, o kəsdir ki, o universaldır. Nədir? Necə yəni universaldır? Hər bir sahədə mütəxəssisdir. Hər bir sahədə. Deyəcəklər ki, bu nə gülünc sözdür. Bir insan həkimliyi oxuyur, bu insan neçə illərlə əziyyət çəkir, bir ömür əziyyət çəkir, həkim olur. Sən gəlib deyirsən ki, bu bütün ömründə, bir ömürdə hər bir şey öyrənsin. Həkimliyi öyrənsin, sosiologiyanı öyrənsin, psixologiyanı. Bu mümkün deyil, bir şey də kamil ola bilər. Ona görə mən ixtisas olaraq, filan bir şeyi ixtisas olaraq seçirəm, oradan mən özümü kamilləşdirirəm və deyirəm ki, mən kamil insanam. Və yaxud da orada kamil olana deyirəm ki, kamil insandır. Bu birisi də sosiologiyada deyir, bu birisi də nə bilim, məsələn, fizika elmində deyir. Bu nə günün sözdür sən gəlib deyirsən ki, kamil insan. Sizin dininizin tərifi budur ki, kamil insan o kəsdir ki, bütün sahələrdə mütəxəssis olsun. Bəli, belədir, bunu deyirik. Bu, aktual reallıq deyil, real olmayan bir şeydir. Bu mümkün deyil. Tək-tük hallarda kimisi olar, o da bizə necə ömrünün axırında gəlib axırda öləcək, bir şeyi, bir ixtisası bitirib öləcək. Biz nə deyirik? İslam nə deyir? Allah nə deyir? Və yaxud da belə deyək. Allah deyir ki, kamil insan zahirdə hansısa bir müəyyən bir ixtisasa, bir şeydə mütəxəssis ola bilər. Bəli, kamil insan universal insandır. Məqsədimiz onun ruhunun universallığından söhbət gedir. Ruhun da sahələri var. Necə bizim bu bədənimizin sahələri var. Məsələn, mənim bədənimin bir sahəsi həkimlikdir. Həkimlik işi görür mənim bədənim. Mənim bir bədənimin bir sahəsi, məsələn, sosiologiyanı araşdırır. İnsanın ruhunun sahələri var. Və o ruhun sahələrində, bütün sahələrində mütəxəssis olmaq mümkündür. Namaz gəlir insanın ruhunun bir tərəfini kamilləşdirir. Oruz gəlir insanın ruhunun bir tərəfini kamilləşdirir. Sədəqə vermək gəlir insanın ruhunun bir tərəfini kamilləşdirir. Misal olaraq nə? Namaz gəlir insanın məsələn hansı tərəfini kamilləşdirdi? Günahdan çəkinmək məsələn. Oruz gəlir hansı tərəfini kamilləşdirdi? Məsələn, oruz gəldi insanın tutaq ki, dözümlüyünü, səbr etməyini kamilləşdirdi. Bəs yaxşı, sədəqə vermək nəyini kamilləşdirdi? İnsanın ruhunun deməli, başqasına can yanmasını kamilləşdirdi, misal olaraq deyirəm. Ruhunun fədakar olmasını kamilləşdirdi. Bütün bu ibadətlər, ayinlər ki, qərar verilib, onun üçün qərar verilib ki, insanın ruhunun hər sahədə mütəxəssis olmasını gücləndirsin, kömək etsin. Kamil insan, bəli, o insandır ki, universaldır, hər bir şeydə mütəxəssisdir. Amma sizin nəzərdə tutduğunuz yox, bəli, sizin nəzərinizdə tutduğunuz zaman və məkan çərçivəsindədir, ani olaraq baş vermir deyə mümkün deyil sizdə. Amma ruh elə bir şeydir ki, ruh mütənasibdir əməllərlə, tez bir zamanda hər bir şeydə mütəxəssis ola bilir. Ona görə ruh universal ola bilir, hər sahədə universal ola bilir. Ruh fədakar ola bilir, ruh mehriban ola bilir, ruh nə bilim, bütün hər bir şeydə də
Yəni bütün o əxlaqın xüsusiyyətləri. Ona görə hədis deyir: "Təxəllaqu bi əxlaqillah." Allahın əxlaqına bürünün, əxlaqı ilə əxlaqlanın. Allahın məgər bir əxlaqı var? Allahın yəni bir tərəfi yaxşıdır, bir dənə səxavətlidir, vəssalam. Yox, hər tərəflidir. Allahın əxlaqına bürünən, onun əxlaqı ilə əxlaqlanan, deməli hər tərəfli, universal olaraq öz ruhunu hər tərəfli inkişaf etdirib kamala çatdıra bilir. Bu da universallıq deməkdir və kamil insan bu kəsdir.